Alo. Kafe işçisinə belə saqqal yaraşmaz axı. Kafe işçisinə belə saqqal yaraşmaz. Yo, mən istəyərdim sizlə o vəhhabilik məsələsini danışım. Olar? Vallah, vahabilər belə saqqal saxlayırlar. Siz əgər belə, nətər deyim, millətpərəstsizsə belə saqqalla çörək yemək yaraşmır. Ümumiyyətlə, vəhhabi siz kimə deyirsiniz? Vahabi, nətər deyim, bax, şalvarı qısa, nə bilim, millətimizə dəyər verməyən, belə insanlara verdik. Deməli, Sizi də mən həmişə izləyirəm, sizi həmişə izləyirəm. çox nahaq. Vəhhabini izləmək yaxşı şey deyil. Söz tutmur bir-birinə. Belə izləyirəm, həmişə sizi görürəm. Vallahi harada gördüm, blok elə, qardaş. Qardaş da deyirəm, üzülü sayıb, dilimə düşüb. Əslində demək düzgün deyil, qardaş. Vəhhabiləri izləmə, dostum. Nahaq izləyirsən. Harada gördüm, blok elə. Mən ona vahabilərə nifrətim var. Ay, sağ ol. Yaxşı eləyirsən. Blok elə, məni də blok elə, bir də qabağıma çıxmayın. Deməli, bu mövzu bu qırağada sadəcə bir məsləhət idi, pulsuz məsləhətlərdən. Deməli, vəhhabi olmaq üçün şalvar qısa olmalıdır, düzdür? Nə bilim, saqqal uzun, Saqqal uzun, 1. Şalvar qısa, 2. Sonra... Amma siz də Bakıda iş görürsünüz, Sumqayıtda iş Bax, sənə bir dənə şey göstərəcəm. Bir dənə bura bax. Bax. Görürsən mənim şalvarım? Davuşa gördüm, bildim. Necədir? Qısa sayılır bu, yoxsa yox? Yox, mən bildim də, mən sizi belə görməmişdim axı. Gördün qədər şalvarımı? Mən ikinci səfərdir bu sualı sizə verirəm, müəllim. Yəni belə baxıram, çox dərin adamsan. Adam tanıyan adamsan, yəni belə baxan kimi bilirsən nə var, nə yox. Mən şalvarımı göstərdim sənə. Yox, Davuşa, Allah canını sağ eləsin. Allah köməyində dursun, Allah sənin bazarını yetirsin. Allah sənin müştərini bol eləsin. Nə vaxt Bakıya ayağım düşsə, sizin kafeyə gələcəm, sizdə yaxşı yeməklər göstərirsiniz.